ixtisası müəllimdir. O dil ədəbiyyat. Tədbirdə çıxış edənlər müəllifin uzun illər ərzində ədəbiyyat və publistika sahəsində səmərəli fəaliyyət göstərdiyini, yaradıcılığında vətənə bağlılıq, milli mənəvi dəyərlər və insan talelərinin geniş yer aldığını vurğulayıblar. Bildirilib ki, Fərəc Fərəcovun əsərləri özünün səmimi üslubu, həyatiliyi və zəngin bədii təsvir vasitələri ilə seçilir. Qeyd olunub ki, Qələbə misraları Yurd tərənnümü kitabında Azərbaycanın qəhrəmanlıq salnaməsi, torpaq sevgisi, qələbə ruhu və yurd məhəbbəti poetik dillə ifadə olunub. Çıxışlarda müəllifin yaradıcılığının oxucularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə, milli ədəbi düşüncənin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb. Tədbirdə həmçinin kitabın bədii estetik xüsusiyyətlərindən, müəllifin ədəbi mühitdəki mövqeyindən və yaradıcılıq axtarışlarından bəhs olunub, nəşrin oxucular tərəfindən maraqla qarşılanacağı qeyd edilib. Sonda müəllif çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib, oxucularla fikirlərini bölüşüb. Samiq Nuriyev, Rəşad Hüseynov, NTV Xəbər.